Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Masa hazırdayıq. Gəlmişik belə 100 kvadratlı tikili, belə bir 3 otaqlı ev sizə təqdim eləyək. Həyət yanı sahəsini görürsünüz, 6 qarajdır, hörmətli izləyicilər. Gəlirsiniz, baxırsınız, 6 saylı məktəbdən aşağı hissədə yerləşir. Yəni 569 saylı marşrutun son dayanacağına yaxındır bu həyət evimiz. Yəni qazı, suyu, işığı çəkilibdir. Paket kupçadır. Yəni torpağın da evində kupçası var, çıxarışı var, fərdi yaşayışdır. Yeraltı belə bir dənə də belə otağı var. Buranı istəsəz əldamı kimi də istifadə edə bilərsiniz gələcəkdə. Buradan da girişi var. Həyətdən də girişi var. Kombi aparatı var. Elə pləkanın altındadır kombi aparatı. Keçə evlə də tanış olaq. Cütdaşdır, monolit betonduğunu dedik. Və giriş hissəsi mərmər hissəsidir, hamamıdır və mətbəx hissəsi də isti poldur, isti döşəmədir. Lustrlar da vurulubdur, pərdələr vurulubdur. Gəlirsiniz, baxırsınız, mətbəx mebeli ilə və hamamın aksesuarları da quraşdırıldı. Onu da indi göstərəcəyik axırda. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Start qiyməti də 85.000 manatdır, yəni qiymətə baxmırsınız. Gəlirsiniz, evə baxırsınız, gözəl endirim olacaq. Yəni mən qoyduğum elanlarda həmişə bunu belə deyək də təkrarlayıram tez-tez. Yəni qiymətə baxmırsınız, hörmətli izləyicilər. Gəlirsiniz, birinci evə baxırsınız. Bəyəndiniz, qiymət problemi deyil, qiymətdə endirim olacaq. Mətbəxini gördünüz, mebelini də gördünüz, mətbəx mebelini gördünüz. Bura bir yataq otağıdır, hörmətli izləyicilər. Və keçək ikinci digər yataq otağını da göstərək. Burada ikinci yataq otağıdır. Əlaqə nömrəsi də profildədir, hörmətli izləyicilər. Baxın, indi hamamı da göstərək. Hamamı ayaq yolsu bir yerdədir, aksesuarlar da quraşdırılıbdır. Gəlirsiniz, baxırsınız, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.